2025 DİM test toplusunda coğrafi informasiya vasitələri mövzusunda 90-cı test tapşırığına baxırıq. Euler Venn diaqram verilib. Birinciyə aiddir B. C nöqtəsinin mütləq hündürlüyü 100 metrdən çoxdur. Baxırıq horizontallara. 100-dən 80 çıxırıq. Qalır 20. 20-yi 2-yə bölürük. Qalır 10. 80, 90, 100, 110. 110-dan böyükdür. 4-ə baxırıq. 60, 40, 20, 0. 0-dan kiçikdir C-nin mütləq hündürlüyü. Olmaz. 120 mənfi relyef formasıdır. 100, 80, 60. 60-dan kiçikdir. Olmaz. 40, 60, 80, 100, 100-dən böyükdür. Uyğundur. 40, 60, 80, 100, 100-dən böyükdür. Uyğundur. 1, 3, 5. Ortaq xüsusiyyətlərinə baxırıq. A və D. A-da deyir ki, cənub-qərb yamacı daha az meyillidir. Az meyilli deyirsə, horizontallar arasındakı məsafə daha böyükdür. Cənub-qərb yamacı daha az meyilli olur. Amma burada 5-də cənub-şərq yamacı olduğuna görə 5-i çıxırıq. Və D-də deyir ki, kəsmə yüksəkliyi 20 metrdir. Kəsmə yüksəkliyi birincidə 10 metr idi. 10 artırdı. Ona görə uyğun deyil. 1 çıxdıq. Hər iki tərəf oxşar xüsusiyyət olduğuna görə 1-i də çıxdıq, 5-i də çıxdıq. Digər tərəfə baxırıq. C və E. C-də deyir ki, A nöqtəsinin mütləq hündürlüyü B nöqtəsinin mütləq hündürlüyündən çoxdur. A nöqtəsinin mütləq hündürlüyü B nöqtəsinin mütləq hündürlüyündən çoxdur. 1-i çıxmışdıq. A nöqtəsinin mütləq hündürlüyü B nöqtəsinin mütləq hündürlüyündən çoxdur. Bu uyğun variantdır. Bəli, doğrudur. Deməli, ikinci tərəfə uyğun olur. Sonra deyir ki, qalmışdı. Deməli, nə? İkinci tərəfə 2, bir də 4. 4-ə baxırıq. 4-də deyir ki, A nöqtəsinin mütləq hündürlüyü B nöqtəsinin mütləq hündürlüyünə bərabərdir. Deməli, A variantı da uyğun gəlmir. Cavab Y variantıdır. Y-yə baxırıq. Y-də deyir ki, çökəkliyin təsviridir. Burada isə deməli çökəkliyin təsviridir. B ştrixlər daxilə doğru çəkilmişdir. Cavabımız Y variantı olur.